Baxırıq 18 nömrəli suala. Xətti ölçüləri 2/4/5 nisbətində olan paralelipipedin tam səthinin sahəsi 304-dür. Bizdən həcmini soruşur. Paralelipipedin tam səthinin sahəsi 2AB üstəgəl BC üstəgəl AC. 304 bərabərdir 2AB. Yəni A 2K'dır, B 4K, C də 5K. 2K vur 4K 8K kvadratı, 2K vur 5K 10K kvadratı, 4K vur 5K 20K kvadratı. 304'ü 2'ye böləndə 152 bərabərdir. Mötərizəni hesablasaq verir bizə 38K kvadratı. 152'ni 38'e böləndə 4 dəfə. K kvadratı 4, K da olacaq 2. Bizdən paralelipipedin həcmini soruşur. Həcmi A vur B vur C. 2K vur 4K vur 5K. Bu verir bizə deməli 40K kubu. K da 2'dir. 2'nin kubu 8. 48'e vursaq 320 C variantı.